Çiyin nahiyəsində olan, xüsusilə əl idman növləri ilə əlaqədar, həndbal olsun, voleybol olsun və s. basketbol olsun, bu tip problemlərdə idmançılarda çiyin nahiyəsində olan travmalar çox olur. Çiyin nahiyəsində əzələ sıxışması şəklində bir şikayətlər ola bilər. Nə ola bilər? Çiyini qaldıran müəyyən qrup əzələlərin kürək sümüyünün çıxıntısı altında sıxışması şəklində müəyyən qrup baş üstü hərəkətlərdə, xüsusilə basketbolçularda və voleybolçularda müəyyən ani hərəkət zamanı ani hərəkət edə bilməmə və ya ani ağrı şəklində özünü göstərə bilər. Bu tip problemlər subakromial impingement deyilir və ya rotator əzələ sıxışması deyilir. Bu çiyin ətrafı əzələlərin zəifliyinə əlaqədar olaraq və ya müəyyən təkrari hərəkətlərin görülməsinə əlaqədar olaraq baş verə bilər. Sadəcə idmançılarda deyil, müəyyən yaşın üstündə olan insanlarda, həm kişilərdə, həm qadınlarda sıx görülən bir problemdir. O bölgədə olan rotator sıxışma dediyimiz problem uzun müddət davam etdikdə çiyini qaldıran o rotator əzələni uzun müddət sürtdüyü üçün zamanlar keyfiyyətsizləşir və qopma şəklində də özünü göstərə bilər. Onun üçün tövsiyə olunan ona yönəlik ilk etaplarda 85-90% hallarda fayda verəcək konservativ müalicə seçilməsidir. Konservativ müalicə içində xüsusilə müəyyən ağrı kəsicilər, istirahət, buz tətbiqi və müəyyən qrup hərəkətlər var ki, onları verə bilirik. İltihaplanma varsa orada bəzən o bölgəyə steroid inyeksiyası şəklində inyeksiyalar edilə bilər və əlavə olaraq fizioterapevtik prosedurlar tövsiyə olunur. Bu tip problemlər tövsiyələr verildikdən sonra və edildikdən sonra əgər xəstənin şikayəti keçmirsə və ya o bölgədə yerləşən vətərdə yırtıq təsbit olunursa, müəyyən olunursa, o zaman əməliyyat şəklində müalicə seçilə bilər. Bu əməliyyatlar da əksər hallarda endoskopik üsulla aparılır. Endoskopla girilərək o bölgədəki sümüyü sürtən qismi təmizlənir və eyni zamanda rotator əzələdə olan yırtıq endoskopik olaraq qopduğu yerdən sümüyə pərçimlənir və ya fiksasiya olunur. Bu tip əməliyyat 1-2 saat çox uzun çəkmir. Əməliyyatdan həmən ertəsi gün xəstə evə yazılır. Bir neçə həftə cihaz, abduksion cihaz dediyimiz cihazda saxlanır əli və ondan sonra fizioterapevtik prosedurlar başlayır və bir neçə ay sonra xəstə normal həyatına və idman həyatına dönə bilir. Digər problemlərdən biri xüsusilə çiyin nahiyəsində olan təkrarı çıxıqlar. Xüsusilə bu problem gənc xəstələrdə daha sıx görülür, idmançılarda daha sıx görülür. Bir gənc xəstədə çiyinində çıxıq əmələ gəlibsə, təkrarı çıxıq ehtimalı 65%-in üzərindədir. Yaşlı xəstələrdə isə bu hardasa 10 dəfə daha az görülür. Yəni bir dəfə çıxıbsa, ikinci dəfə çıxma ehtimalı 10%-in altındadır. Amma cavan adamlarda daha aktiv həyat tərzi keçirdiyi üçün çıxma ehtimalı yüksəkdir. Təkrarı çıxıqlarda olan problem nədir? Bankart lezyonu deyilir buna. Xüsusilə bazunun başının yerləşdiyi, kürək nahiyəsində yerləşdiyi glenoid dediyimiz bir bölgə var, oynaq çuxuru var. Oynağın ətrafına bağlanan, oynağın genişliyini daha da dərinliyini artırmaq üçün oynaq sümüyün və ya boşluğun qıraqlarına kapsula qığırdaqlarla birləşir. Qığırdaqlar xüsusilə çiyin çıxıqlarında ön çıxıq daha sıx görülür və çıxma prosesi bəsit bir şey deyil. O sümüyə bağlanan və oynaq çuxuruna bağlanan qığırdaq ön və aşağı qismindən qopduğu üçün bazu başı oynaq çuxurundan kənara çıxmış olur. Və bu tip problemlərdə də əgər o bölgədəki travma bölgəsi və yırtıq bölgəsi yenidən o bölgəyə birləşmirsə, ya regenerasiya prosesi və ya sağalma prosesi getmirsə, yenidən çıxma ehtimalı yüksəkdir. Yenidən çıxma ehtimalını artıran səbəblər nələrdir? İlk çıxıqdan sonra xəstənin yetəri qədər çiyini hərəkətsiz halda saxlamaması. İkinci növbədə müəyyən qrup provokativ hərəkətlər var ki, xüsusilə bu çiyinin təkrar çıxma ehtimalını yüksəldir. Çiyin çıxığından sonra erkən dövrdə xüsusilə baş üstü top hərəkətləri ilə topla oynayan idman növlərində üzüstü yatmaqdır, üzüçülükdür, müəyyən daş atmaqdır və s. və ya əlin xüsusilə bayır rotasiyası hərəkəti çiyinin təkrarı çıxma ehtimalını yüksəldir. Bu bankart lezyonunda xəstə davamlı təkrarı çıxıq keçirirsə, həlli əməliyyatdır bir mənalı olaraq. Bu tip problemlərdə bu da eyni zamanda
endoskopik və ya açıq şəkildə icra edilə bilər. Deformasiyanın çıxıqdan sonra neçə dəfə təkrar, bəzi xəstələrdə yüzlərlə bu təkrarlanır və o bölgədə defekt yaranır. Sadəcə endoskopik əməliyyat yetərli olmaya bilər. O zaman oranın bölgənin rekonstruksiyası əməliyyatı icra edilə bilər. Bu açıq şəkildə icra edilir. Bir də qopmuş bölgənin və ya o dediyimiz qığırdağın qopan yerinin xüsusi kiçik şuruplar istifadə edilərək endoskopik üsulla xüsusilə o bölgənin təkrarı çıxıqların plastikası əməliyyatı icra edilə bilər. Bu əməliyyatdan sonra da xəstə əməliyyatdan sonra sadəcə bir gün ən çox xəstəxanada qalır. Əməliyyatdan sonra velpo dediyimiz bir bandajda bir neçə həftə saxladıqdan sonra isə müəyyən qrup hərəkətlər başlanır və fizioterapevtik prosedura icra edilir. Bu xəstələrdə də təkrara çıxdıqdan sonra bir neçə ay qədər idman həyatına saxlamış olur və müəyyən həkimin icazə verdikdən sonra ortalama 4-6 ay sonra idmanına başlaya bilir. Qeyd etmək istəyirəm ki, biraz öncə qeyd etdiyim diz oynağı nahiyəsində olan əməliyyatlarda da əksəriyyətində, çiyin nahiyəsində olan problemlərdə də əksəriyyətində də əməliyyatdan sonra bir müddət sonra xəstə normal idman həyatına dönə bilir. Bu nəyin sayəsindədir? Xüsusilə biraz öncə qeyd etdiyim açıq əməliyyatların daha arxa planda qalması, xüsusilə endoskopik, artroskopik və minimal invaziv dediyimiz əməliyyatların yanaşı olan müdaxilə etdiyimiz toxumalardan əlavə də toxumalara zərər vermə ehtimalımızın daha azalması, xəstənin minimal invaziv əməliyyatdan sonra reabilitasiya dövrünün daha qısa çəkməsi və ya belə deyək, normal həyatına az dönməsi şəklində özünü göstərə bilir. Çiyin nahiyəsində olan bu iki problemdən əlavə bir də xüsusilə bu bölgədə olan kəskin travmalardan danışmaq istəyirəm. Kəskin travmalar körpücük sümüyünün sınması, körpücük kürək nahiyəsində olan yerləşən oynağın çıxığı şəklində özünü göstərə bilər. Bu bölgədə çiyin bölgəsində və ya bazu nahiyəsində yerləşən vətərlərin qopması şəklində özünü göstərə bilər və s. Bu tip xəstəliklərdə də yeni idman travmatologiyasında daha minimal invaziv əməliyyatlar edərək, xüsusilə ankor dediyimiz şurupların icadı, endobaton dediyimiz xüsusi asma aparatının icadı və ya sorulan şurupların istifadəsi bu tip problemləri daha asan həllinə kömək eləyir və bizim işimizi asanlaşdırır. Əlbəttə ki, idmançıların da normal fəaliyyətinə dönməsini daha da tezləşdirir.